Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. U8 Respublika çempionatından hər birinizi xoş gördük. Yeni ilin, yeni oyunlarında hamınızı salamlayırıq. Və Yeni Bakı ilə Modern komandası qarşı-qarşıya gələcək. Sizi Modern komandasının heyətləri ilə tanış edim. 6 nömrə Altay Hüseynov, 7 Ömər Möhbəliyev, 8 Mehdi Xudiyev, 9 Polad Usubov, 10 Murad Rızazadə, 11 Ziya Xudiyev, 16 Əbəlfəz Babayev, 17 Tamerlan Ağazamanov, 19 Raul Məmmədli, 20 Ömər Xəlilzadə, 21 Cavidan Xəlilzadə və 88 nömrə Allah verdi Zöhrab. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollu, haqq ədalətli bir maç olması diləyi ilə. Hakimin fitini gözləyir. Oyuna Modern komandası hakimin fiti ilə başlayacaq. Raul Məmmədli hakimin fitini gözləyir və hakimin fiti ilə maç başladı. Raul'un ötürməsi. Qapı zərbə, Asfəqlə top qapının yanından keçir. Möhbəliyev Ömər. Fərqlənə bilərdi bu epizodda, amma Asfəqlə top qapının yanından keçdi. Yeni Bakı komandası hücuma çıxmağa çalışır. Murad keçdi rəqibini. Murad'ın ötürməsi. Tamerlan topu ram edə bilmədi. Və out'u yerinə yetirdi Yeni Bakı komandası. Keçməyə çalışır rəqibini. Out. Hakim top yan xəttdən, topun yan xəttdən çıxdığını bildirir hakim. Ötürmə. Təkrar qapıya zərbə gələ bilər. Yaxşı oynayır burada Murad. Təkrar zərbə və top dirəkdən qapının yanından topu tərk edir. İndi Murad'ın hücuma çıxmağa çalışır. Murad'ın ötürməsi qeyri-dəqiq alınır. Təkrardan Murad'ın ötürməsi Raul'dan ötürmə qeyri-dəqiq. Təzyiq göstərir burada Tamerlan və alır topu komandasına qazandırır. Murad keçdi rəqibini gözəl hərəkətlə. 2 rəqibini də keçdi burada Murad. Yerdə qalır amma hakim davam deyir. Zərbə qeyri-dəqiq alınır. Kapitan zərbə ilə Modern komandası top oyuna daxil edir. Birbaşa qapıya zərbə. Dirəkdən qayıdır. Nələr baş verir bu epizodda, top dirəkdən qayıdır. Necə keçmədi bu epizodda top qapıdan. Ötürməsi. Ömər yaxşı mübarizə apardı bu epizodda, amma top Ömərdən top alta çıxdı. Yəni Yeni Bakı komandası altı yerinə yetirdi, topu itirdilər. Raul Məmmədli. Raul'un ötürməsi Murad Rızadə riskli yerdə topu itirir Murad. Qapı boşdu, Yeni Bakı komandası hesab aça bilər, amma top qapıdan keçmir. Necə oldu bu epizodda, top qapıdan keçmədi. Dirəkdən qayıdır top. Yeni epizod qurması başlayır Yeni Bakı komandası, amma uğursuz alınır indi Murad. Ötürməsi Ömər keçə bilmədi rəqibini. Qapıya zərbə, top qapının yanından keçir. Oyunda artıq 3-cü dəqiqədir və hələ ki hesab açılmayıb. Amma epizodlar, bol epizodlu bir oyun izləyirik. Raul'dan ötürmə Murad'dan təkrardan Raul'un ötürməsi Ömərə. Ömər topu saxlayır. Geriyə ötürmə Murad'dan Raul'a. Yaxşı top çevirir Modern komandası. Out Yeni Bakı komandasının da.
6 yerinə yetirdi. Amma topu ram edə bilmədilər. Muraddan yaxşı bir müdaxilə idi burada. Hakim davam deyir. Modern komandası 6 yerinə yetirəcək. Muraddan ötürmə Ömər istiqamətdə, amma istədiyi kimi alınmadı. Raul indi burada topu aldı rəqibdən. Raul Məmmədli kəsməyə çalışır rəqibini. Raul ortaya dəyədi, Ömərə yaxşı ötürmə verdi. Ömərin zərbəsi və gol! Ömər fərqlənir. Ömər komandasını 1-0 hesabı ilə önə keçirir. Muraddan qeyri-dəqiq ötürmə. Raul burada mübarizə apardı. Tamerlan ona imkan vermir. Müdafiəçilər Yeni Bakı komandasının ikinci topu qapısında görməsinə imkan vermədi. Ötürmə zərbəsi və gol! Tamerlan fərqlənir. Tamerlan komandasının ikinci qoluna imza atır. Tamerlan Ağazamanov komandasını 2 fərqli üstünlüyə daşıyır. Ömərin müdaxiləsi burada və top kornerə çıxır. Korneri yerinə yetirir Yeni Bakı komandası. Ötürməsi. Müdafiəçilər burada imkan vermir. Kəsməyə çalışır rəqibini. 2 rəqibini keçdi. 1 rəqibini keçdi. Yerdə qalır və hakim cərimə zərbəsini təyin edir. Birbaşa qapıya mı düşünəcək, yoxsa komanda yoldaşlarımın axtaracaq görəcək burada. Digər qapıya zərbə düşündü, amma istədiyi kimi zərbə indirə bilmədi. Murad 6 yerinə yetirir. Murad komanda yoldaşlarını axtarır. Uzun ötürməsi qeyri dəqiq alınır. Top Yeni Bakı komandasında da, amma onlar da topu itirirlər. Geriyə Murad. Muraddan Ömərə. Ömər indi kesməyə çalışır rəqibini, amma geriyə ötürür burada Murada. Murad qapıya zərbə, bu blok boyu müdafiəçilər. Ömərdən yaxşı bir müdaxilə. Altı yerinə yetirdi Yeni Başkanımız. Qapıya zərbə və dirəkdən yenə bir dirək. Yenə dirək qola imkan vermir. 6 yerinə yetirir Yeni Bakı komandası. Artıq neçənci dirəkdir bu oyunda. Sayını da itirmişəm. Murad indi hücuma çıxmaya çalışır. Keçdi rəqibini sol cinahdan indi irəliləməyə çalışır Murad. Keçdi bir rəqibdə Muradın zərbəsi. Yenə qat dirək. Həm Yeni Bakı komandası, həm Modern komandası dirəklərə taxılıb bugün. Yeni Bakı komandası qapıdan zərbəyə top oyuna daxil etdi. Raul topu alta göndərdi. Yeni Bakı komandası 6 yerinə yetirdi. Cinahı dəyişdilər, sağ cinahı ötürmə, amma çata bilmədi bu epizodda Yeni Bakı komandasının 4 nömrəsi. Riskli bir ötürmə, risklidir. Bu ötürmə riskliydi, amma yaxşı bir müdaxilə Tamerlan. Zərbənin qarşısını kəsir Tamerlan. Ötürmə indi sağ cinaha. Raul keçdi rəqibini. Raulun zərbəsi. Asfayla top qapının yanından keçir. Fərqlənməyə yaxın idi Raul. Amma
Üçüncü gol gəlmədi. Murad indi yeni hücum qurmaya çalışır Modern komandası. Bu dəqiqə temp çox yüksək səviyyədədir. Ömər indi mübarizə aparır rəqibi ilə və topu komandasında saxlayır Ömər. Murad indi atır yerinə yetirəcək Murad. Ömər də pas istəyir. Və Ömərə doğru ötürmə. Ömər topu saxlayır. Keçir bir rəqibin Ömər. Zərbəsi və nə baş verir bu epizodda? Tamerlan fərqlənə bilmədi. Necə bu top qapdan keçmədi? Necə o top qapdan keçmədi? Yenə dirək. Nələr baş verir bu oyunda, nələr? Dirəklər bugün hər iki komandanı da bir xeyli məyus edib. Murad gözəl köşkürək amma riskli oynadı bu epizodda və Yeni Bakı komandası fərqlənir. 2-1 olur hesab. 2-1 olur hesab. Murad riskli oynadı o bölgədə. Topu itirdi və Modern komandası qapısında qolu görür. Təkərdən Murad. Keçdi rəqibinin Muradın ötürməsi. Tamerlandan Raula. İndi top Ömərdədir. Ömər baxır komanda yoldaşlarını axtarır. Geriyə çəkir Ömər. Ömər Murada ötürmə. Muraddan Tamerlan Raula. Murad yenə risk oynayır amma topu özündə saxlaya bilir. Raula ötürmə gəlir. Tamerlan qapı boşdur. Tamerlanın zərbəsi yenə dirəkdən qayıdır top. Top yenə gəlir və təkrar zərbə və gol. Raul Məmmədli fərqlənir. Raul Məmmədli komandasının 3-cü topunu vurur. Qopuyor zərbə. Sərt bir zərbə idi, amma fərqlə top qapının yanından keçdi. 3-cü qolda da yenə dirək oldu, amma bu dəfə artıq top qapıdan keçə bildi. Murad orada Ömərə yaxşı atma verdi. Təzyiq var Yeni Bakı komandasında. Qapıya zərbə. Az fərqlə top qapının yanından keçdi. Və biz 8 nömrə Mehdi Xudiyev oyunda görürük hal-hazırda. Oyuna daxil oldu. Murad indi yenə oyun qurmağa çalışır. Komandanın oyun qurucusu Murad İzazadə. Murad indi keçdi rəqibini. Mərkəzi keçdi Murad. Ötürməsi yaxşı alınmadı. Qapı yenə boşdu. Zərbə və gol. 3-2. 3-2. Yeni Bakı komandası fərqi bir topa indirir. Raul mərkəzdən top oyuna başladı. Murad komanda yoldaşlarını axtarır Murad. Muradın ötürməsi Raula. Mehdi Xudiyev istədiyi kimi topu ram edə bilmədi Mehdi. Komanda yoldaşlarını axtarır. Biraz əsəbləşdi öz komanda yoldaşlarına. Yaxına gəlin deyir. Orada biz Allah verdiği Zöhrabı da oyunda görürük. 88 nömrə oyuna daxil olub. Topa ilk toxunuşu oldu amma təzyiq var Zöhrabdan. Zöhrab topu komandasına qazandırır. Murad indi. Muradın ötürü Zöhraba. Zöhrab istəklidir Zöhrab. Oyuna yeni daxil olub və çox istəkli görünür. Muradın zərbəsi amma top
Qapının yanından keçir. İndi Bakı komandası topu oyuna daxil etdi. Top indi Muraddadır. Boşluqlu yaxalayıb Kamada Muradın zərbəsi və gol! Murad Rızazadə fərqlənir. Komandasının 4-cü qoluna imza atır Murad. Birinci qoldakı səhvini komandasına düzəltdi bu qol ilə Murad. Və Yeni Bakı komandasının da 3-cü qolu gəlir. 4-3. Hakimin fiti ilə top yenilər mərkəzdən top oyuna daxil etdi Modern komandası. İndi Zöhrab. Allah verdi Zöhrab. Murad indi. Və hakim cərimə zərbəsini təyin edir. Bu arada biz 11 nömrə Ziya Xudiyevi də oyunda görürük. Ziya Xudiyev də oyunda da hal-hazırda. Birbaşa qapıya mı düşündü? Və Yeni Bakı komandasının 4-cü qolu gəlir. 4-4 olur hesab, bərabərləşdirir hesabı Yeni Bakı komandası. Mərkəzdən təkərdən top oyuna daxil etdi. Modern komandası Murad. Muraddan Allah verdi Zöhrab'a. Zöhrab. Zöhrab keçdi rəqibini Zöhrab. Zöhrabın ötürməsi. Qapını da düşünə bilərdi, amma orada istədiyi kimi alınmadı. İndi Murad Altu yerinə yetirəcək. Muraddan uzun ötürmə. 50 oyun var bu epizodda və cərimə zərbəsini təyin edir hakim. Zöhrabla Murad məsləhətləşirlər bu epizodda. Murad Zöhraba ötürdü topu, təkrardan Murad. Muraddan Zöhraba. Zöhrabdan Murada. Muraddan təkrardan Zöhraba. Top təkrar Muraddadır. Murad sol cınahı elədi və ötürməsini sağ cınahı etdi. Yaxşı da düşünmüşdü, amma müdafiəçilər imkan vermədi. Xudiyev burada topu ram edə bilmədi. Mehdi alır bu epizodda topu Ziya. Yaxşı keçdi burada rəqibini və top indi Muradda da ötürməsi yaxşı alınmadı. Murad da topu itirdi və az adamla tək Murad da arxada zərbəsi və gol. Yeni Bakı komandasının növbəti qolu gəlir. Arxada çox az adam qalmışdı. Və bu qolla da Yeni Bakı komandası 5-4 irəli keçir. Təkrardan topu itirdilər. Təkrar zərbə və bu da 6-cı qol. Bu da 6-cı qol Yeni Bakı komandası. Fərqi 2 topla çıxardır. Mərkəzdən Modern komandası topu oyuna daxil edəcək. Hakimin fiti ilə Murad. Murad komanda yoldaşlarını axtarır Murad. Murad sol cinahla ilerləyir Murad. Muraddan ötürməsi qeyri-dəqiq alınır. Zöhrab təzyiq göstərir bu epizodda. Amma 2 nəfərin arasından çıxa bilir. Murad gəlir alır topu. Muradı keçə bilmədilər. Top Modern komandasında qalır. Və cərimə zərbəsi təyin edir hakim. Murad cərimə zərbəsini yerinə yetirəcək.
Boşa qapıya mı düşünür Murad? Amma blok qoyur müdafiəçilər. Top təkrardan Muraddadır. Murad yenə riskli oynayır amma topu özündə saxlaya bilir. Komanda yoldaşlarını axtarır Murad. Muradın uzun ötürməsi və out. Biz 19 nömrə Raul Məmmədini təkrardan oyunda görürük. Zərbə və 7-ci gol. 7-ci gol gəlir. Yeni Bakı komandasından 7-4 olur hesab. Mərkəzdən top oyuna daxil etdi. Raul'un ötürməsi dəqiq alınmadı. Və bu da 8-ci gol. 8-ci gol. Və bu qolla da hakim ilk hissənin başa çatdığını bildirir. İkinci hissədə görüşənədək. Və ikinci hissədən hər birinizi təkrardan xoş gördük əziz futbol sevərlər. Hakimin fiti ilə ikinci hissə başladı. Out. Ömer topu ram edə bilmədi. İndi top Yeni Bakı komandasındadır. Qapıya zərbə və gol. Yeni Bakı komandasının növbəti qolu gəlir. Raul'un demək ki, topunu daxil etdi. Murad ötürməsi Raul'a. Raul'dan təkrardan Murad'a. Murad yaxşı çıxdı bu epizoddan. Geçdi mərkəzi Murad. Murad'ın ötürməsi istədiyi kimi alınmadı. Yine bir boşa qapıya zərbə. Bu dəfə də baxsayla qapının yanından keçdi. Qapıdan təkrardan da oyun qurmağa çalışacaq Modern komandası. Murad keçdi bir rəqibini. İkinci rəqibi keçə bilmədi və bu da 10-cu gol. Yeni Bakı komandasının növbəti qolu gəlir. Murad keçdi rəqibini. Murad'ın ötürməsi. Yaxşı ötürmə verdi bu da Ömer'e. Ömer'in zərbəsi və gol. Ömer fərqlənir. Komandasının növbəti qoluna imza atır Ömer. Tamervan. Tamervan Murad'a. Murad'ın sağ uzunaqdan irəliyir Murad, amma zərbəz yaxşı alınmır. Asfəqə top qapının yanından keçir. Modern komandasının itirdiyi toplar öz qapısında böyük təhlükə yaradır. Onun əvvəlindən bu belədir. Murad yenə riskli oynuyor burada, amma keçə bilir rəqibini Murad. Murad'ın ötürməsi bu dəfə Ömer topu ram edə bilmədi. Altı yerinə yetirdi. Yeni Bakı komandası. Tamerlan gəldi bu üzüm. Raul keçdi rəqibini. Uzaqlaşdırdı Yeni Bakı komandasının müdafiəçiləri topu. Yeni Bakı komandası topu rəqibə verib və rəqibin səhvini gözləyərək fərqlənməyə çalışırlar. Onların taktikasıdır yəqin ki. Hakimin fiti səsləni. Burada cərimə zərbəsi var.
Zərbə zərbəsini yeni yetirilir Murad. Top Yeni Bakı komandasında qalır. Ömər'dəndir. Pressing var, təzyiq var Ömər'dən. Ömər topu rəqibdən almağa çalışır. Burada qaydanı pozur Ömər. Zərbə zərbəsini yeni yetirilir. Bakalım topu itirdilər. Raul. Raul tək başına eləməyə çalışdı. Amma istədiyini ala bilmədi. Niyə? Təzyiq var burada və top qapıdan keçir. Tamerlan fərqlənir. Tamerlan Ağazamanov komandasının növbəti qoluna imza atır. Ömər itirir topu. Burada qayda Hakim avantaja buraxmışdı Hakim bu epizodda. Ömər indi top oynayır. Ömər yaxşı keçir rəqibini. Ömər topu itirir. Təkrar almağa çalışır. İmkan vermədilər. Altı Yeni Bakı komandası yerinə yetirəcək. Murad təkrardan blok qoyub bu epizodda Murad. Altı yerinə yetirir. Yeni Bakı komandası. Murad alır topu, ötürməsi, qapı boşdur, fərqlənə bilər burada və Tamerlan növbəti yola imza atır. Tamerlan Ağazamanov komandasının növbəti yoluna imza atır. Əvəzləndirir komandasını. Bu dəqiqələrdə temp yüksək səviyyədir və Yeni Bakı komandasına növbəti qol gəlir. Baxımlı qol vururlar. Murad geçməyə çalışır rəqibini, ötürməsini verir Ömərə. Ömər kəsə bilmədi rəqibini. Out Modern komandası topu qapıdan oyuna daxil edəcək. Murad indi komanda yoldaşlarını axtarır. Riskli oynayır amma Modern komandası üçün hər şey yaxşı tutarır bu epizodda. Indi sürətlə hücuma çıxmağa çalışır Murad. Ötürməsi yoxşu olur Ömərə. Ömərin zərbəsi və top dirəkdən oyun alanını tərk edir. Altı yeni yetirdi Yeni Bakı komandası. Ömər heç yoxdur Hakim. Ömər topu alır rəqibindən. Ömərin ötürməsi. Raul'un zərbəsi. Top burada. Bir an mən də top direkdən qayıtdı fikirləşdim amma yox, top çıxmışdı. Ömərdə təzyiq var. Ömər yerdə qalır, esnə yoxdur deyir Hakim. Qapıya bir boşa zərbə. Az fərqlə. Qapının yanından keçdi top. Murad komandasının hücuma çıxartmağa çalışır Murad. Muradın zərbəsi müdafiəçilər. Blok qoyulur. Out Modern komandası altı yerinə yetirəcək. Mehdi Xuliyev də oyunda görürük təkrardan. Modern komandasının 8 nömrəsi təkrardan oyundadır. Murad yine komanda yoldaşlarını axtarır Murad. Təkrardan Hakim Altun təkrardan yerinə yetirməli olduğunu deyir. Murad Odun uzun ötürməsi müdafiəçilər imkan vermir. Top tam elana çatmır bu epizodda və gücdən zərbə. Gücdən zərbəni Modern komandası yerinə yetirəcək.
Ölkə var qapı qarşısında Tamerlan təzyiq göstərir və təkrardan gücdən zərbə. Gücdən zərbə yenidən yerinə yetiriləcək. Gücdən zərbəni yerinə yetirir Murad. Muradın ötürməsi Tamerlan. Raul Məmmədli. Raul top Muraddadır. Murad. Sol cinahdan Murad geriyə çəkir topu. Cinahını dəyişir. Yaxşı ötürmə verir burada. Raul ötürmə. Raul əvəsi və gol. Tamerlan yaxşı gördü bu epizodda Raul'u. Raul Məmmədli fərqlənir. Modern komandasının növbəti qolu gəlir. Murad birbaşa qapıya düşündü. Mənim fikrimcə amma istədiyi kimi alınmadı zərbəsi. Ötürməsi Səfanov və fərqlənir. Növbəti qol gəlir Modern komandasından. Raul Məmmədli fərqlənir. Bu dəfə yeni Bakı komandasından kobud səhv gəldi altı başlayanda. Yenə Raul Məmmədli yenə topu alır rəqibdən. Yerdə qalır və Mehdi və gol! Mehdi fərqlənir. Arda gəlir qollar. Mehdi Xudiyev. Arda gəlir qollar Modern komandasından. Ötürmə qeyri-iddiaya qalınır yeni Bakı komandasında. Murad Altu yerinə yetirəcək. Murad ötürməsi riskli bir ötürmə idi amma hər şey yaxşı qurtarır Modern komandası üçün. Murad sol cinahla ilədir. Muradın ötürməsi istədiyi kimi alınmır. Blokda orada müdafiəçilər. Zərbə qeyri-iddiaya qalınır. Murad yenə komandasının hücuma çıxardır Murad. Sol cinahda Murad özü iləriyir bu dəfə. Yaxşı müdaxilə gəlir. Və top auta çıxır. Auto indi Murad yerinə yetirəcək. Nə baş verir qapı qarşısında top qapıdan keçmədi. Murad top təkrar Muradda qalır. Muradın zərbəsi top direkdən tərk edir meydançanı. Yine bir təhlükəli epizod ama bu dəfə gol ilə nəticələnmədi. Mehdi topu alır. Yeni Bakı komandasından səhv gəlir. Geriyə ötürmə Murad. Murad topu saxlaya bilmədi. Altı yeni yetirir yeni Bakı komandası. Mehdi topu alta göndərir. Risk etmir Mehdi. Şimdi sürətli hücuma çıxmağa çalışır. Raul'un zərbəsi müdafiəçilər blok qoyur. Blok gəlir müdafiəçilərdən. Raul burada yaxşı etdi. Tək başına topu qapı qarşısına qədər gətirdi amma zərbəsinə blok qoydu yeni Bakı komandasının müdafiəçiləri. Onları yerinə yetirdi. Out. Modern komandası out'u yerinə yetirəcək. Zöhra ötürməsi Raul topu özü saxlamağa çalışır. Murad köşkü rəqiblərini Murad. Zərbəsi biraz zəif alınır. Müdafiəçilər topu götürür. Top qapının yanından tərk edir. Murad
Muradın ötürməsi Mehdi istiqamətində, amma ötürmə qeyri-dəqiq alınır. Yeni Bakı yeni hücum qurmağa çalışır. Sağ cinah ötürmə. Burada oradan təzyiq var, amma top yan xəttdən çıxdığını bildirir hakim. Out indi Yeni Bakı komandası yerinə yetirəcək. Murad topu alır. Muradın zərbəsi və gol! Murad Rızazadə fərqlənir. Bir an top qapıdan keçməyəcək deyə fikirləşdim. Amma növbəti gol gəlir. Ömərdən indi təzyiq var. Ömər sona qədər mübarizə aparır Ömər. Alqış düşür Ömərin bu istəyinə. Tutması indi Mehdi araya girməyə çalışır. Out. İsrailir bu dəqiqələrdə Modern komandasının oyuncuları. Ömər yenə topu alır Ömər. Ömər keçməyə çalışır rəqibini, amma blok qoyur müdafiəçilər. Yeni Bakı komandası sürət hücuma çıxmazdı. Qapıya zərbə və növbəti gol. Yeni Bakı komandasının növbəti qolu gəlir. Murad riskli oynadı və tutdu Murad, amma cərmə zərbəsi. Murada qarşı çabukluq var bu epizodda. Muraddan uzun ötürmə. Top Yeni Bakı komandasında qalır. Zərbə. Top qapının yanından keçir. Murad keçdi bir rəqibini. Muradın ötürməsi biraz sürətli alınır. Ömər topu ram eləyə bilmir. Təbii ki, Ömər üçün biraz çətin epizod idi. Mehdi də araya girməyə çalışdı, amma topu saxlaya bilmədi. Sağdan ötürmə, qapıya zərbə. Asfəqə top qapının yanından keçir. Murad. Out. Altı yerinə yetirir Murad. Muraddan uzun ötürmə. Yeni Bakı komandası imkan verilmir. Mehdi yaxşı oynayıb epizodda. Mehdi indi sol cinahdan eləməyə çalışır. Mehdinin ötürməsi top komanda yoldaşlarına gəlmir. Birbaşa qapıya düşündü top. Qapının yanından keçir. Tamerlan Ağazamanovu təkrardan oyunda görürük. Komandanın 17 nömrəsi Murad hücuma çıxmaya çalışır. Murad birbaşa qapıya düşünür və top qapıdan keçir. Yeni Bakı komandasının növbəti qolu gəlir. Ömər topu istədiyi kimi uzaqlaşdıra bilmədi. Bəxtsizlik yaşadı epizodda Ömər. Ayağına oturmadı top. Murad. Və gücdən zərbəni yerinə yetirəcək Modern komandası. Murad indi gücdən zərbəni yerinə yetirəcək. Uzun ötürmə. Təkmih. Ziya Xudiyev var arxada və Ziya topu yaxşı saxlayır özündə. Keçir də bir rəqibini ötürür Murada. Murad sol cinahdan eləməyə çalışır.
Muradın zərbəsi az fərqlə top qapının yanından keçir. Mərkəzə doğru ötürmə yaxşı oldu. Sol cinaha ötürmə. Cinaha dəyişməyə çalışdılar, amma Yeni Bakı komandası istəyinə nail ola bilmədi. Biraz sürətli ötürmə oldu. Altı yeni yetirir Murad. Uzun ötürmə Muraddan. Tamerlan. Ömer'e. Ömer topu özünü saxlayabilir Ömer. Ömer yaxşı keçdi rəqibə amma. Və cərimə zərbəsi. Rəqibini çəkmişdi bu epizodda. Ömer. Murad indi yenidən oyun qurmağa çalışır. Ötürməsi istədiyi kimi alınmır. Bəcərmə zərbəsi. Yox, xeyr. Hakim final fitini səsləndirir və bu Yeni Bakı komandasının üstünlüyü ilə maç başa çatır. Növbəti oyunlarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.